Hamilələri müayinə edəndə ən çox verilən sual cinsiyyəti görürsünüz. 12 həftəsindən etibarən bəzən biraz da tez bu sualı verirlər, amma məsələn bu pasiyenti biz müayinə edirik. Hal-hazırda 16-cı həftədir. 16-cı həftə olduğuna görə tam dəqiq cinsiyyəti də deyə bilirik ki, qızdır yoxsa oğlandır. Amma 12-ci həftədə daha erkən həftələrdə deməyimiz düzgün olmaz. Çünki cinsiyyət orqanları tam formalaşır ana bətnində təxminən 16-17-ci həftələrdə. Və həmin həftələrdə deyilən cinsiyyətlər də